Rusiya paytaxtına yağan güclü qar həyatı iflic edib. Frensi siklonunun gətirdiyi qarlı hava bir neçə gündür ki, Rusiya paytaxtında hökm sürür. Nəticədə Moskvada qarın hündürlüyü 65 santimetri keçib. Qar güclü küləklə müşahidə olunub. Qar fırtınası səbəbindən Moskva üçün narıncı hava xəbərdarlığı verilib. Mərkəzi küçələr qardan qismən təmizlənsə də, ətraf rayonlarda gərgin vəziyyət yaranıb. Moskva meriyası küçələri qardan təmizləmək üçün 130 min işçi qüvvənin 15 min texnikanın səfərbər edildiyini açıqlayıb. Lakin qarın fasiləsiz yağması küçə və yolların təmizlənməsinə maneə yaradıb. Sosial şəbəkələrdə insanların küçələrdə, yollarda qalması ilə bağlı çoxsaylı görüntülər yayılıb. Moskva dairəvi yolunda avtomobillərin hərəkəti iflic olub. Güclü qar səbəbindən Moskva şəhərinə region istiqamətindən giriş bloklanıb. Yaroslavl şosesində tıxacın uzunluğu 20 kilometrə çatıb. İnsanlar 6 saatdan çox tıxacıda qalıblar. Sinoptiklər qarın həftə sonuna kimi yağmağa davam edəcəyini, aylıq yağıntı normasının yarıdan çoxunun gün ərzində düşəcəyini bildiriblər.